Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümü münasibətilə Quba rayonunun Alekseyevka kəndi və Zərdabi qəsəbəsi ərazisində ağacəkmə aksiyası keçirilib. Bugün də biz ağac əkmə kampaniyasındayıq. Ağac əkərək yaşıllaşdırmanı həyata keçiririk və Ulun Dərin adını olaraq ağacları əkərək öz töhfəmizi veririk təbiətə. Ümumi lider Heydər Əliyevin 103-cü illiyi ilə bağlı ağac əkmə mərasimində asan könüllüləri olaraq iştirak edirik. Ümid edirik ki, əkdiyimiz ağaclar təbiətə öz töhfəsini verəcək. Aksiyada Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova, rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Quba Asan Xidmət Mərkəzinin rəhbərliyi və kollektivi, regional digər idarə müəssisə təşkilatlarının rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Keçirilən aksiya rayon ərazisində ekoloji mühitin sağlamlaşdırılması və yaşıllıqların artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Rüşabə Baxşıyeva, Çingiz Qədimov, xüsusi olaraq Denas TV üçün.